Hazırsınızsa başlayaq. Hı hı. Üç yarımkürədə yerləşən ölkələrin əsas hissəsi Avrasiya materikində yerləşir. Əksəri Xeyr, Afrikada. Afrika materikində yerləşir. Tamamilə yox, doğrudur. Dünyanın siyasi xəritəsində hansı ölkələr üç yarımkürə, iki işıqlanma qurşağında yerləşir? Ə, Deməli, Braziliya, sonra Əlcəzair, Mali. Tamamilə doğrudur. Bu üç ölkə bu özəlliyinə görə fərqlənir deyə bilərik. Superpit qızıl mədəni Avstraliya materikinin şərqində yerləşir. Qərbində. Skikumata yatağının yerləşdiyi ölkədə codyarpaqlı həmişəyaşıl meşə və kolluqlar təbii zonasına rast gəlinir. Bəli, Çilidə. Cənubi Amerikada, ekvatordan şimalda və cənubda codyarpaqlı meşələr və kolluqlar təbii zonasına rast gəlinir. Cənubi Amerika dediniz müəllim. Bəli, Xeyr. yanlış ifadədir. Afrika materikində yerləşən Debunza məntəqəsinin yerləşdiyi Hı hı. ölkənin sərhəd olduğu ölkələrdən biri federativ inzibati ərazi quruluşuna malikdir. Ə, Kamerun, Nigeriya, bəli. Tamamilə doğrudur. Nigeriya milli etnik xüsusiyyətlərinə görə federativ ölkələr qrupuna daxildir. Aha, bəli. Viktoriya gölü sahilində yerləşən ölkələr. Viktoriya gölü sahilində, deməli, Uqanda, ə, Konqo Demokratik Respublikası və Tanzaniya. Konqo gəlib bura düşməz. Bura düşər Uqanda, Tanzaniya və Aa, aha, Kenya Kenya. olacaq. Hı Tamamilə hı. doğru. Bəs hansı gölün sahilində Malavi dövləti yerləşir? Ə, Malavi dövləti müəllim, deməli, Tan Tanqanikadır, yoxsa Niyasada. Niyasa. Niyasa Niyasa. gölü Niyasa sahilində var. yerləşir. Hı Xəritədə hı. gördüyünüz ölkə Aha, Namibiya. Namibiya. Dünya okeanına nə çıxarır? Almaz. Tamamilə doğrudur. Namibiyanın paytaxtı Luanda şəhəridir. Aha. Yox, Angolandı o. Anqolanın paytaxtıdır. Ərazisində günəşin zenitdə olduğu və olmadığı ərazilər mövcuddur. Bəli, tropik xətti kəsir. Sərhəd olduğu bütün ölkələr inkişaf etməkdə olan ölkələr qrupuna daxildir. Yanlışdır, Çar inkişaf etmişdir. Doğru. Özbəkistanın sərhəd olduğu ölkələrin heç birinin dünya okeanına birbaşa çıxışı mövcud deyil. Düzdür. Qazaxıstan Mərkəzi Asiyada Bəli. bütün güclü dövlətlərlə həmsərhəddir. Mərkəzi Asiya regionunda bəli. Bəli, yerləşdiyi regionda deyilir. Hı hı. Çin dövlətinin daxili suları üç okean hövzəsinə aiddir. Aha, bəli, düzdür. Xubsungul gölünün yerləşdiyi ölkənin dünya okeanına birbaşa çıxışı mövcuddur. Yanlışdır. Doğrudur. Hansı ölkədə yerləşir? Qıpsınqıl qarşıdım deyəsən müəllim. Qoztandı mənim. Düz dediniz əslində ifadəni, yəni siz Hə, dediyiniz ifadə doğrudur demək istədim yəni. Manqostan bilirdim. Manqolistanda yerləşir, tamamilə doğrudur. Tarim çayı hansı ölkədə yerləşir? Çində. Hilmənd çayı Hilmət İran. və Ə, Əfqanistan. Əsas hissəsi Əfqan. Əfqanistandan keçir. Çinin ən alçaq nöqtəsi hara hesab edilir? Turfan. Turfan çöküşü nə qədərdir dərinliyi? -155. Hı -hı. Müəllim, o Sincan Uyğurda yerləşir. Bəli. Sonra xəritədə təsvir edilən ölkə Filippin. yeni sənaye ölkələr qrupuna daxildir. Bəli. Şimal adasında Pinatubo vulkanı yerləşir. Aha, Luson adasında bəli. Bu son. Cənubda Mindanadoda Aso. tropik xətti kəsdiyi üçün iki işıqlanma qurşağında yerləşir. Xeyr, tropik xətti kəsmir. Filippin dənizini kəsir. Apo müəllim vulkanı idi. Mən Aso dedim. Sahilləri yalnız cənubda Apo vulkanıdır. Aso Hı hı, Yaponiyada olacaq. hı hı. Sahillərini yalnız adalararası sular yuyur. Adalararası kəsin Yanlışdır. suları. Yanlışdır. Burada Ya, kənar dənizlər var. Hansı dənizdir kənar? bəli. Filippin yox. Filippin Şərqi adalararasıdır.
Ə, Çin dənizidir. Müəllim, cənub Cənubi Çin. Çin Evet. dənizinin suları yuyur. Aha. Tamamdır. Cənub-qərb hissəsində Borneo adası yerləşir. Ə, Cənub, bəli, müəllim, qərbində. Litosfer havalarının toqquşma zonasında yerləşir. Aha. Ərazisində savannalara rast gəlinir. Xeyr, gəlinmir. Savannalar olmaz. Ərazisində dəyişkən rütubətli o cümlədən muson meşələri yaşayır. Bəli, bəli, Bacaq xalqı yaşayır. bəli. Dəniz qaraçıları. Paytaxtı Cənub adasında yerləşir. Xeyr, şimalda. Əla. Növbəti ölkəmiz Hı. Hansıdır müəllim? onu siz Pakistan. yersiniz. Aha, Bəli. Pakistan, İslamabad. Ərazisi iki işıqlama qurşağında yerləşir. Yanlışdır. Paytaxtı dəniz sahili mövqeyə malikdir. Yanlış. Ən iri liman şəhəri Karachi. Şəraiti olacaq. Tamamilə doğrudur. Sərhəd olduğu ölkələrdən yalnız biri federativ inzibati ərazi quruluşuna malikdir. Bir dəqiqə müəllim. Yalnız biri. Hindistan. Doğru. Mənsəbində Qanq çayı, Qanq çayının mənsəbi burada yerləşir. Yanlışdır. Hansı çayın mənsəbi yerləşir? Hind. Hind çayının stoplayıcı hövzəsində eol relye formalarına rast gəlinir. Bəli, Pakistanın şimal hissəsində savannalara rast gəlinir. bəli. Pakistanın qərb hissəsində Tar səhrası yerləşir. Şərqində. Hindistanla Tamamilə. sərhəd tərəfdə. Yalnız bir türk dövləti ilə həmsərhəddir. Yalnız bir türk dövləti. Yox. Yəni ümumiyyətlə türk dövlətinin sərhədi yox. Sərhəd deyil. Hind-Avropa dil ailəsinə mənsubdur. Hind Avropadır, bəli. Yeni sənaye ölkələr qrupuna daxildir. Yanlışdır. Qeyri-ümumi ölkələr qrupuna daxildir. Yanlışdır. Hind-Avropa dil ailəsinə mənsubdur. Aha. Doğru. Ərazisində Kəşmir problemi münaqişəli zonası yerləşir. Bəli. Bir dəqiqə. Kəşmir. Düzdür. Düzdür. İranla quru sərhəddə malik deyil. Hansı ölkə eləməli? İranla quru sərhəddə malik deyil. Yanlışdır. Yanlış ifadə olacaq. Növbəti bir ölkəyə keçək. Müəllim, Əfqanistanla Çinin sərhədi var. Əfqanistanla Çinin sərhəddi, bəli, bax burada göstərilir ki, var. Amma bu da münaqişəli məsələdir. Dərsliklərdən Müəllim, müxtəlif elə bil. verilir. Müxtəlif verilir dərsliklərdə, bu biraz problem yarada bilər. Hansı dövlətdir? Mərakeş, Rabat. Mərakeş, tamamilə. Mərakeşin Mərakeş adlı şəhəri də var. Rabat adında da şəhəri var. Paytaxtı Mərakeş deyil, paytaxtı Rabatdır. Casablanca ən iri şəhəri hesab edilir. Ərazisi üç yarımkürədə yerləşir. Bəli. Xeyr, yanlışdır. Mərakeş yox. Ərazisində zəngin fosforit ehtiyatlarını yerləşir. Yataqlar. Düzdür. Düzdür. Ərazisində cavan dağlara rast gəlinir. Atlas dağları, bəli. Dəmir yol nəqliyyatı yüksək səviyyədə inkişaf etmişdir. Xeyr, dəmir yolu nəqliyyatı yox. Olmaz. Afrika ölkələrində dəmir yolu olmaz. Asıl ölkələr. İdarəetmə forması və inzibati ərazi quruluşu Misirlə eynidir. Deməli, monarxiyadır, amma respublikadır. Monarxiyada, amma respublikada. Elə şey olarmı? Yox, yəni idarə etmə və inzibati ərazi quruluşuna görə gedir. Hədə. Monarxiya, unitari müəllim. Unitar monarxiya demək istədiniz. Bəli, doğru fikirdir. Təşəkkür edirik sizə. Buyurun müəllim.